Bismillahirrahmanirrahim. Mehriban və bağışlayan Allahın adı ilə və yadı ilə siz əziz yoldaşlara, sırdaşlara salam ərz edirəm. Türkün düşüncəsi, əqlaniyyəti, dünya görəvi digər millətlərlə fərqlidir. Bu millətlərin içində özəlliklə Fars milləti də saymaq olar. Türkün əqlaniyyəti, dünya görəvi, o dörd mərifəti məhmillər ki, bizim bəhslərimizdə vardı, mavərəut təbiədir və təbiətdir və insanın özüdür və insanın münasibəti digər insanlarlandır. Bunların hamısında Türkün baxışığı fərqlidir. Ona görə biz baxırıq, görürük ki, Fars əqlaniyyəti ilə Türk əqlaniyyəti fəlsəfədə, irfanda, hikmətdə, əxlaqda, ədəbiyyatda, kültürdə, musiqidə, memaridə də fərqli olur. Bu fərqi demək olar inancıda, İslamda da görmək olar. Ona görə biz Türkü İslamla Şubi, Farsi, Məcusi İslamın arasında bir cızıq çəkib onların müəllifələrini biz ayırırıq. Bunların baxışıqları Allaha, Peyğəmbərə, Qur'ana, imamlara, hədislərə, kəlama demək olar tam fərqlidir. Demək olar ki, Türkün Allaha baxışığı bir məhbub olaraq onu sevməklə, onunla danışmaqla ilgilidir. Amma siz Farsi, Şubi, Məcusi İslamda Tanrıya baxanda görürsünüz ki, bir mütəəssib ata kimi, bir diktator insan kimi təhcə adamlardan qupquru ibadətlər, tapınmalar istəyir. Ona görə bu iki İslamın içində biz şiəçiliğə də bir nəzər sala bilərik. Baxımımız ola bilər. Ona görə Türk şiəçiliği ilə Şubi, Farsi şiəçiliğin də aralarında fərqlər vardır. Türk şiəliyi adlandırmağın doğru olmasının əsli nədənləri buradadır ki, Türk dünyasının çox az hissəsi bu inancıda vardılar. Türklərin böyük bölümü Türkiyədə, Türkmənistanda, Özbəkistanda, Qazaxıstanda, Qırğızistanda və ayrı-ayrı ölkələrdə eyni halda ki, müsəlmandılar, bunlar sünni məzhəbdilər. Hətta Azərbaycan türklərinin içində də azad olmuş olsa da İslamiyyətin ayrı məzhəblərinə inancı vardı. Biz demək olar ki, burada Türk şiəçilik bir cürə əliçilik sözü ilə çox ilgisi vardı. Yəni geniş anlamda Güney Azərbaycanda yaşayan xalqlarla birlikdə İranın müxtəlif bölgələrində yaşayan türklərin məzhəbini kapsamaqdadır. İrandan eşdə, İran dişində Quzey Azərbaycan xalqını, Türkiyədə qızılbaş türkləri, yenə də Əraq, Suriyə türkləri, hətta türk olmayan bir sıra kurmanc, şiə boyları geniş şəkildə dünya çapında bu məzhəblə ilgilidirlər. Demək olar ki, Güney Azərbaycan türkləri terimi də indilikdə İran bölgəsinin bütün türklərini kapsayır. Türklər ümumən Azərbaycanın tarixi torpaqlarında, yəni Kirmanşahın doğusunda, Sunqurda, Şəhri Korduda,
Tehranda, Kərəcdə, Əraşda, Urmuda, Araz çayının aralarındakı yerlərdə yaşayırlar. Ayrıca Qaşqailər, Xorasan türkləri, İranın çoxlu ayrı bölgələrində olan türklər də Azərbaycan türkcəsi ilə yaxşı danışa bilirlər. Azərbaycan türkləri ilə ilgiləri vardır. Əgər bütün 12 imama inananları biz Şiə hesablasaq, İranda yalnız Farslar və Azərbaycan türkləri Şiədirlər. Farslardan dediyimiz məqsəd Lorlar, Kirmanşah kürdləri, Mazəndəranilər, Gilanilər və bu dilə yaxın danışan qovumlardılar. Ayrı qovumlar da var, yəni kürdlərin böyük bölümü Bəluçlar, Ərəblər, Türkmənlər, bunlar demək olar sünni məzhəbdirlər. Türklərin içində azaraq Kürə-Sünni türkləri də bunlar sünni məzhəbdirlər. Əlbəttə, türklərin içində Həzrət Əliyə mənsub olan ayrı məzhəblər də vardır. Örnək üçün Maku tərəfində məsələn mərcənlər Əhl-i Haqq tanınırlar. Ya bu birisi tərəfdə onların adına Göran deyirlər. Onlar türk olaraq demək olar Həzrət Əliyə mənsub olan bir boylar sayılırlar. Onlar özlərinə Şiə deməsələr də Əliçi adlandırmaqdan heç zaman bunlar çəkinmirlər. Mən bunu artırmalıyam ki, mən özüm bir Şiə və Türk ailəsində böyümüşəm. Buna inanıram ki, İslam keçmişlərdəki toplumlar üçün gərəklidir və indi də elədir və insanlar yaşayışlarında dinin varlığına, İslamın olmasına bir əsl kimi niyaz tapıblar. Bunun yerinə hər yeni sistemlə qoya bilsələr, İslam adlanmasa da həmən özəlliklərə sahib olacaqdır. Buna da inanıram. Toplumların müslühləri dini kökündən vurmaqla yox, bəlkə onu xurafələrdən arınlatmalıdırlar və onu bilim əsasında bir epistem, mərifət əsasında gücləndirməlidirlər. Millətin və ölkənin gəlişməsinə və inkişafına səbəb olmalıdırlar. Gərəklidir bizlər də bu məzhəbi bilim əsasında və bütün millətlərin haqlarını qorumaq şərti ilə özəlliklə bu dinə və məzhəbə inanan öz millətimizin və ölkəmizin yararına yorumlayaq, bir təfsir verək və bir tarixi irs olaraq onu din yararçılarından, din fürsət tələblərindən və şuubi, məcusi və farsçı istemarçılarının əlindən qurtaraq və qoruyub saxlayaq. Mənim bəhslərim sizinlə bu bölümlərdə İslamı inansal, yəni etiqadi cəhətdən təhlil etmək deyil, bəlkə mərifəti, elmi yaxlaşımla incələməkdir. Əlbəttə, inansal yöndən yaxlaşımların özünə xas yol yöntəmləri vardır, amma biz istəmirik ona girək. Bütün insanlar
işlərində olan müsəlmanlar da baxışları dinə və İslama bir-birləri ilə fərqlidir. Bir tərəfdən aşırı dinçilər ümumən azınlıqda olan ifrati dərəcədə dinə inanırlar. Yaşamamın hər sahəsində dini uygulamaq istəyirlər. Bunların çoxunun əlləri terror, qətl və təcavüzə bulaşır. Hər iki şiə, yəni türkü şiəlik, şubi farsi, məcusi şiəlik və sünni qruplarda da onları görmək olar. Onlar bəzən hökuməti, hakimiyyəti, qüdrəti ələ keçirirlər. Böyük yıxıntılara da səbəb olurlar. Şubi, məcusi, fars şiəliyi və sünni Taliban hökumətlərini örnək vermək olar. Bu cür dini firqələr özəlliklə ziddi İslami xarici qüvvələrlə bağlantısını biz görə bildik. Onlar tərəfindən həm bunlara dəstək verilir, həm bunlar qolçaq kimi bunlardan bəhrə aparırlar. Biz gələn bölümdə yenə də sizinlə türk şiəçiliyi ilə, şubi farsi şiəçiliyi ilə bağlı danışacağıq. Sağ olun.